Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli Müslümanlar. Fiqh dərslərimiz davam edir. Biz keçən dərs nəcasətli sular bölümündə qalmışdıq və keçdiklərimizə qısa nəzər salmağımız düşünürəm ki, fayda baxımından daha yaxşı olar. Deməli, biz keçən dərs danışdıq ki, nəcasətli sular suların üçüncü qismidir və həmin suları həm adətlərdə, məişətlərdə, həm də ibadətlərdə istifadə etmək haramdır və qadağandır. Yalnız müəyyən zəruri hallar içinə dediyim kimi həmin suyu istifadə etmək haram və qadağandır. Sonra da haqqında danışdıq. Sonra suyun nəcasətlə istər təmizlənmə məhəlində, istərsə də təmizlənmə məhəli xaricində qarşılaşması haqqında danışdıq və bildirdik ki, suyun nəcasətlə qarşılaşmağı bir şeydir, suyun nəcasətlə dəyişməyi bir şeydir. Ona iki örnək verim. Misal olaraq dedim ki, az su olarsa və ora nəcasət düşərsə, o su dəyişməsə belə necə olacaq? Nəcasətli su sayılacaq. Ancaq çox su, 2 qüllətindən çox su olan suya əgər nəcasət düşərsə, dəyişməzsə təmiz sudur, dəyişərsə o da nəcasətli sulardan hesab ediləcək. Sonra isə biz alimlərin icması ilə haram olan sular haqqında danışdıq. Sonda isə Aksarul Muxtasarət əsərində olmayan bir məsələ haqqında danışdım. Dedim ki, əgər insan bir məsələnin, istər su olsun, istər paltar olsun, bir məsələnin nəcasətli və yaxud təmiz olması haqqında şübhəyə düşür. Yəni şəkkə düşür. Və ondan öncə qeyd etdim ki, fəqihlər və üsulçular qatında şək bir-birindən fərqlidir. Məsələn, üsulçularda şək nəyə deyilir? Bir şey haqqında bərabər ehtimalın olmasına deyilir. Misal olaraq bir sudur. İnsan 50% zənn edir ki, su təmizləyicidir, tahurdur. 50% zənn edir ki, nəzasətlidir. Bu, üsulçuların qatında olan şəkdir. Ancaq fəqihlər qatında, fiqh alimləri qatında, onların qatında şək nədir? Mütləq tərəddüdə deyilir. Yəni şək və zənn onlarda eynidir. İstər bu az olsun, məsələn 20% olsun, istər çox olsun 50%, 80%. Misal olaraq insan 60%, 70% zənn etsə ki, su nəcasətlidir, bu fəqihlərin qatında şək sayılır, yəni zənn sayılır. Yəni onların qatında şəklə zənn bir-birindən ayrılan bir şey deyil. Və dediyi ki, əgər insan bir suyun misal verdi, suyu misal verdi ki, nəcasətli olmasına şək gedərsə, onu yəqinlik üzrə qılacaq. Yəni bu sözün mənası nədir? Yəni insan misal həyat evidir, ora su qoyur, sonra evdən çıxır gedir, misal olaraq sonra 2-3 saat sonra qayıdır evə. Gəlir, suda heç bir dəyişiklik baş verməyib, ancaq şəkkə düşür. Ola bilsin ki, o suyun içində nəsə düşsün, ola bilsin ki, həmin sudan misal olaraq it həmin sudan, bir it, heyvan həmin sudan içsin. Bu məsələdə şəkkə düşür. Şəriət onun düşdüyü bu şəkki, bu zənni nəzərə almır. Və deyir ki, onu yəqinlik üzrə quracaq. Nə üzrə quracaq? Yəqinlik üzrə quracaq. Və nə edəcək? Şəkdən öncəki hala baxacaq. Əgər su nəcasətli idisə, onu nəcasətli qəbul edəcək. Təmiz idisə, onu təmiz olaraq qəbul edəcək. Sonra bu babda, yəni hansı məlumatlara, daha faydalı məlumatları verə bilərik? Sual oluna bilər ki, əgər sular az və ya çox, biz böldük ki, sular az və çox olur. Yəni az sular 2 qüllətindən az sulardır. Çox sular isə 2 qüllətindən çox olan sulardır. Yaxşı, az su nəcasətli olarsa və ya çox su nəcasətli olarsa, onu nə də təmizləmək mümkündür? Yəni şəriətin vurduğu qaydada. İlk öncə az sular haqqında danışaq. Az suların təmizlənməsinin bir forması var. O da ora 2 qüllətindən çox olan suyu əlavə etməklə. Bunun 2 halı var. Birinci hal nədir? Birinci hal odur ki, misal olaraq verim ki, daha da aydınlaşsın məsələ. Birinci hal. Misal olaraq 100 litr sudur. Ora nəcasət düşür. Mücərrəd az suya nəcasətin düşməsi ilə su nəcasətli sayılır. Ancaq suda heç bir dəyişiklik baş vermir. Biz həmin suyu təmizləmək istədikdə nə edəcəyik? Ora 2 qüllətindən çox su əlavə edəcəyik. Misal olaraq kənarda da 300 litr təmizləyici su var. Həmin 300 litri o 100 litrə, yəni nəcasətli suya əlavə etsək, onu əlavə etməklə həmin su təmizləyici suya çevrilir. Bu birinci qismdir. Dediyi ki, nəcasətli az suya, 100 litr suya nəcasət düşüb, heç bir dəyişiklik baş verməyib, amma su nəcasətlidir. Nə üçün? Çünki az suya mücərrəd nəcasətin düşməsi ilə su nəcasətli olur. Və kənarda da 300 litr su var.
Biz nəcasətli suyu təmiz suya necə çevirəcəyik, yəni təmizləyici suya necə çevirəcəyik? Həmin suyu ona əlavə eləyəcəyik, nəcasətli suda təmizləyici suya çevriləcək. Bu birinci qismdir. İkinci qism nədir? Dediyim kimi 100 litr sudur, az sudur. Ora nəcasət düşür. Nəcasət düşməsi ilə həmin su nəcasətli suya çevrilir. Ancaq bununla bərabər həmin suda dəyişikliklər baş verir. Kənarda da 300 litr təmizləyici suyumuz var. Biz həmin 100 litr nəcasətli suyu necə təmizləyici suya çevirə bilərik? Alimlərimiz bildirir ki, biz həmin 300 litr suyu 100 litr suya əlavə edirik, yəni ona qatışdırırıq. Əgər dəyişiklik aradan qalxarsa, həmin nəcasətli suda təmizləyici suya çevrilir. Yox, dəyişiklik aradan qalxmazsa, həmin su nəcasətli su hökmündə qalır. Bir şey də bildirim ki, ümumiyyətlə az su nəcasətli olarsa, istər dəyişsin, istər dəyişməsin, ona yalnız və yalnız bayaq dediyim kimi 2 qülləteyindən çox su əlavə etmək olar. Onu təmizləmək üçün. Əgər az su əlavə edəriksə, həmin az suda nəcasətli suya çevriləcək. Yaxşı, çox su, yəni 2 qülləteyindən çox olan su nəcasətli olarsa, onu necə biz təmizləyə bilərik? Bayaq dediyim kimi, birinci yol ora çox suyun əlavə edilməsi ilədir. Misal verin birinci qismə. 500 litr sudur, ora nəcasət düşüb, nəcasətin düşməsi səbəbi ilə suda dəyişikliklər baş verir. Nəcasətin düşməsi səbəbi ilə orada dəyişikliklər baş verir. Biz də demişdik ki, əgər dəyişiklik baş verməzsə, o nəcasətli su sayılmayacaq. Bu şərtdir ki, orada dəyişiklik baş versin. Sonra kənarda 500 litrdə başqa təmizləyici suyumuz var. Və biz həmin 500 litri, digər o nəcasətli olan 500 litr suya qatsaq və dəyişiklik aradan qalxarsa, həmin su nə olacaq? Təmizləyici suya çevriləcək. Bu birinci yol. İkinci yol nədir? İkinci qism. İkinci qism odur ki, həmin nəcasətli suyu tərk edirik. Əgər o su özü-özlüyündə təmizlənərsə, özündə olan dəyişiklik aradan qalxarsa, həmin su təmizləyici sulardan hesab ediləcək. Bu ikinci yol. Üçüncü yol nədir? Üçüncü yolda alimlər bildirirlər ki, ondan müəyyən qədər suyun boşaldılması və ya götürülməsidir. Misal verim. Yox, ilk öncə deyim ki, burada alimlər 2 şərti qoyurlar. 2 şərt olmalıdır ki, çox sudan su götürülərsə, həmin su təmizləyici su hesab edilsin. Birinci şərt onun nə olmasıdır? Birinci şərt su götürüldükdən sonra çox suyun qalmasıdır. İkinci isə dəyişikliyin aradan qalxmasıdır. İndi misal verim, daha da məsələ aydınlaşsın. Misal olaraq 800 litr sudur, nəcasət düşüb. Nəcasətin düşməsi səbəbi ilə suda dəyişiklik baş verib və su nəcasətli suya çevrilir. Biz onu bu yolla, yəni ondan suyun götürülməsi yolu ilə təmizləmək istəyirik. Misal olaraq, həmin sudan 400 litr su götürürük və yerdə nə qalır? 400 litr su. Birinci şərt yerinə aldı. 400 litr su qalır. Sonra baxırıq. Əgər dəyişiklik aradan qalxıbsa, təmizləyici sudur. Dəyişiklik aradan qalxmayıbsa, nəcasətli sulardan hesab edilir. İkinci məsələyə bir misal verim. Yenə 800 litr sudur. Biz ondan 700 litr su götürürük. Yəni 800 litr nəcasətli sudur. Nəcasət düşüb. Nəcasətin düşməsi səbəbilə onda dəyişiklik baş verib. Biz onu bu üsulla təmizləmək istəyirik. Ondan 700 litr su götürürük. Və yerdə nə qalır? 100 litr su. Artıq birinci şərt ödənilməyib. Artıq su az qalıb. Və biz də dedik ki, əgər çox sudan su götürülərsə, onun təmizləyici suya çevrilməsinin şərtlərindən biri nədir? Su götürüldükdən sonra orada çox suyun qalmasıdır. Burada isə görürük ki, 800 litr sudan biz 700 litr suyu əgər kənara boşaldaraqsa və yaxud ondan götürəriksə, yerdə 100 litr su qalır. O zaman bu su nə hökmdə olur? Bu su yenə də nəcasətli sular hökmündə olur. Çünki şərtlərdən biri odur ki, çox su qalmalıdır. Artıq az su qalarsa biz baxmırıq. O suda dəyişiklik baş verib, baş verməyib. Artıq o önəm daşımır. Əgər az su qalarsa, həmin suda təmizləyici deyil, nəcasətli sular hökmündədir. Və bundan əlavə digər faydaları da verə bilərik ki, biz keçən dərslərimizdə dedik ki, əgər tahir su tahir su ilə qarışarsa və insan onlardan birinə içməyə ehtiyac duyarsa, insan nə edəcək?
İnsan galibu zənnən tahur bildiyini təharətdə, yəni dəstəmazda və yaxud qüsulda istifadə edəcək. Ondan sonra təyyüm edəcək. Tahir bildiyini isə içəcək. Yox, əgər onun bu sulardan hansısa birini içməyə ehtiyacı yoxdursa, yəni insan su içməyə ehtiyacı yoxdursa, o zaman bir dəfə niyyət edəcək və dəstəmaz alır insan. Dəstəmaz azalarını bir dəfə bu suyla, bir dəfə isə digər suyla yuyacaq və yəqin olacaq ki, ən azı dəstəmaz əzalarını bir dəfə tahir suyla yumuşam mən. Çünki biz bilirik ki, tahir suyun hədəsin qaldırılmasında istifadə edilməsi icazəli deyil və keçərli də deyil bu. Burada isə indi verəcəyim misalda tahir suyu ilə nəcasətli su bir-birinə qarışıb. Hər ikisi azdır. O zaman alimlər deyirlər ki, bu suyu istifadə etmək, hər iki suyu istifadə etmək haramdır. Və insan nə edir bu halda? Yəni bu suları boşaltmadan belə, yəni bu suları yox etmədən belə təyammüm alır və ibadətlərini o şəkildə yerinə yetirir. Ancaq hər iki su çox olarsa, yəni nəcasətli su da çoxdur, tahir su da çoxdur. Bu zaman həmin şəxs nə edir? Alimlər deyir ki, vacib olaraq ilk öncə, əgər həmin insan bacarırsa, bu suları bir-birinə qatacaq. Nə üçün bayaq qatmadıq? Dedik ki, çünki əgər az olan nəcasətli su və az olan tahir su bir-birinə qatışarsa, bu tahir suyu nəcasətli suya çevriləcək. Çünki nəcasətli suyun təmizləyici suya çevrilməsinin şərtlərindən biri nədir? Ona çox olan tahir suyun qatılmasıdır. O şərtlərindən biridir. Ancaq verdiyim ikinci qismdə isə biz deyirik ki, nəcasətli su da çoxdur, tahir su da çoxdur. Ancaq qarışıqlıq düşüb arada. Bilmir hansı nəcasətlidir, hansı tahir sudur. Alimlər deyirlər ki, əgər hər ikisi çox olarsa, ilk öncə həmin insan, əgər onda bir qabı varsa və yaxud bir yer varsa, o sular bir-birinə qatacaq. Əgər nəcasətli su dəyişərsə, yəni çox tahir suyu, çox nəcasətli suya qatdıqdan sonra onun da olan dəyişikliyi aradan qalxarsa, oradan dəstəmaz alacaq və ya ki, su alacaq, ibadətlərini elə yerinə yetirəcək. Yox, əgər onun buna imkanı, qüdrəti çatmırsa və yaxud bir qabı və yaxud dediyimiz kimi bir məkan yoxdursa o suların bir-birinə qatılması üçün o insan nə edəcək? O insan təyammüm alacaq və ibadətlərini də o şəkildə davam etdirəcək. Və bir misal da deyim, bayaq dedim, əgər çox nəcasətli su, misal verək ki, quyudur, quyuya nəcasət düşür. Su çoxdur. Amma nəcasətin düşməsi səbəbi ilə suda dəyişiklik baş verir. Ta şu quyuda misal olaraq deyirəm. 800 litr su var. 400 litr su götürülür oradan. Orada qalan 400 litr su çox qalır su və dəyişiklik aradan qalxır. Artıq həmin quyudan su içmək olar. Ancaq burada bir məsələni deyim ki, o quyudan çıxarılan su çıxarıldıqda çıxarılan suyun o quyunun ətrafına dağılması, yəni məşəqqət yaratdığına görə alimlər həmin yeri təmizləməyi vaciblərdən görmürlər. Çünki bu böyük bir məşəqqət yaradır. Ona bir alimlər bir misal olaraq verirlər bu məsələdə. Yəni deyirlər ki, əgər çox suyun təmizlənməsində, aradan qaldırılmasında müəyyən məşəqqət yaranarsa, onun təmizləndiyi yer ətrafında oranı təmizləmək, yəni həmin vacib deyil. Yəni həmin o nəcasət, onun ətrafında olan nəcasət bağışlanan nəcasətlər qismindəndir. Sonra bu babda alimlər hansı məsələləri fayda olaraq qeyd edirlər? Misal olaraq qeyd edək ki, əgər nəcasətli paltar təmiz paltarla qarışarsa, ona misal verir. Bir şəxsin 5 paltarı var və onun paltarlarından üçünə nəcasət bulaşır. Ancaq həmin şəxs qarışıqlıqdadır ki, hansı paltarıma dəyib. Yəni, aynı olaraq bilmir ki, yəni yəqin olaraq bilmir ki, hansı paltarına nəcasət dəyib. Yəni, paltarlar bir-birinə qarışıb və bundan əlavə də onun paltarı yoxdur. O zaman insan namazını necə qılacaq? Sual burasındadır. Bizim alimlərin qeyd etdiyi məsələlərə görə, yəni bərqərar etdikləri görüşə görə, həmin insan, əgər onun 5 paltarından 3-ü nəcasətə bulaşıbsa, həmin insan 3 dəfə nəcasətlərin sayı qədər namaz qılacaq və sonra bir dənə də namaz əlavə edəcək. Bunu nə üçün belə edir? 4-cü namazı qıldıqda həmin insan yəqin olaraq biləcək ki, artıq mən ən azı bir dəfə təmiz paltarda namaz qılmışım. Ancaq insan nəcasətin neçə paltara dəydiyini bilməzsə, bilir ki, məsəl üçün bunun 10 paltarı var, misal olaraq verək. Neçəsinə nəcasət dəyib bilmir. Amma bilir ki, hamısına dəyməyib.
alimlər bildirirlər ki, o yəqin onlara nə qədər namazları qılacaq. Misal olaraq insan 8 dəfə namaz qıldıqdan sonra yəqin olur ki, bəli, artıq mən ən azı bir dəfə təmiz paltarda namaz qılmışam. Və bu da alimlərin danışdığı digər məsələlər qəblindən olan misallardandır. Və həmçinin bir neçə məsələni də qeyd edim, fayda olar müsəlmanlar üçün. Məzhəbin mötəməd görüşünə görə, misal olaraq insanın əlinə nəcasət dəyərsə, insan həmin nəcasəti yuduqda, onu indi bizim dönəmimizdə krantlardır da, yəni istifadə etdiyimiz sular daha çox krantlardan gəlir. Həmin suyu krantın altında davamlı şəkildə tutmaqla təmizlənirmi, yoxsa onu fasilə verməkdir onun arasında? Yəni bu barədə məzhəb kitablarında açıq, aydın bir ibarə olmasa da, yəni mənim mütəxəssis elm adamlarından eşitdiyim odur ki, alimlərdən eşitdiyim odur ki, onların bəyan etdikləri budur ki, onun arasında infisal deyirlər edəcək. Yəni ara buraxacaq. Məsəl üçün əlinə misal olaraq nəcasət dəyib, tutaq ki, uşağın bövlü dəyib əlinə. Məzhəbin mötəməd görüşünə görə əlini yumaq istədikdə onun arasında ara buraxacaq. Bir dəfə yuyacaq çəkəcək, bir dəfə yuyacaq çəkəcək, bir dəfə yuyacaq çəkəcək. Bu birinci fayda. Başqa bir faydanı da qeyd edim. İnsan misal olaraq əlinə nəcasət dəyib. Əlinin üstünə nəcasət dəyib. Əlinin üstünü məzhəbdə mötəməd görüşə görə 7 dəfə yumalıdır. Bir dəfə yuyur, 2 dəfə yuyur, üçüncü yumadan ayrılan su onun baldırına dəyir misal olaraq və ya başqa qoluna dəyir. Sual olunur, həmin insan üçüncü yumada ayrılan su onun qoluna və ya başqa əzasına dəyərsə, həmin yeri neçə dəfə yuyacaq? Alimlər deyirlər ki, həmin yeri 4 dəfə yuyacaq. Çünki 3 dəfə yuyub buranı, 3 dəfə yumadan ayrılan su başqa bir yerə dəyərsə, həmin yeri isə həmin şəxs 4 dəfə yuyacaq. Və biz bununla da sular bölümünü bitirdik. Həmbəli məzhəbində gələn görüşlər üzrə sular bölümünü bitirdik. İnşallah gələn dərsdən qablar bölümündən davam edəcəm. Allah Taala'dan müvəffəqiyyət diləyirəm. Vəlhamdülillahi Rabbil aləmin.